Vacib ola da bilər, olmaya da bilər. Tamam. Zamanı ola da bilər. Zamanı var. Təbii ki, mütləq şəkildə zamanı var. Okay. İstək heç yoxdur. Heç axotunuz yoxdur. Heç niyyətiniz belə olur ki, onları eləməyəz. Amma zəruridir. Yəni, cəmiyyət, qarşı tərəf səndən bu şeyi eləməyi tələb edir. Ya ailə, ya təhsil sistemi, ya da iş sistemi. Həyatda 3 kateqoriya var ki, sizin zamanınızı idarə eləməyə təsir edəcək. Ailəniz, işiniz, təhsiliniz. Düzdür, bu sizin keyfinizə baxmır. Bunu sizdən tələb edirlər eləməyi. Düzdürmü? Bu işlər hamısı nədir? Buna yazılır. Bilər. Buna isə yazılır. Zəruri işlər. Məsəl üçün, universitet. Yalnız birinci kursun birinci semestri seve-seve gelirsiniz o universitete. Ondan sonra ne olur? Canınız çıxa-çıxa gelir. Bu da kimin göz hatırlayır universitete getməklə? Açıq gəlin, dürüst danışaq yəni. Heç birimizin gözü. Amma bilirsən ki, mən o dərsə girməliyəm, yoxsa qayıb alacağım. Qayıb alacağım, qayıb alsam, imtihana buraxılmayacağım, bütün bunlar ne olacaq? Baş ağrısı olacaq, düzdürmü? İş. İntervyudan keçdik, qəbul aldıq, sevinirik, necə həyəcanla gedirik ilk ayda şirkətə, düzdürmü? Nə qədər çəkir bu istək? Cəmsi bir neçə aya işləklər sağ olsun, o öldürürlər bütün həvəsində. Ondan sonra ne olur? İşə məcburi gelirsən. Aydındır, düzdür. Evlilik, ay Allah necə sevinirsən, elçi gəldilər, ay indi şirin çay, həli olacaq, gəlinliyə hazırlaşsan, toy, evliliyin ilk günləri, ondan sonra nədir? Qab yuyub, paltar yuyub, uşaqları hazırlaş, ərvə bax. Bu kimin göz atır bunları eləməkdən? Anamızın evi çox göz atır, bütün o ev işlərini eləmək. O bu nədir? Zəruridir. Bütün bu şeylər həyatımızda hansı kategoriya olur? 3.